Təsəvvür edin ki, bank hesabınızda 10.000 manatınız var. Heç kim toxunmur, heç nə xərcləmirsiniz. Amma bir il sonra həmin 10.000 manatla aldığınız məhsulların yarısını belə ala bilmirsiniz. Pulunuz yerindədir, amma dəyəri yox olub. Onu kim oğurladı? Bu məxfi sistem Jekyll adasındakı məxluq adlanır. Bugün inflyasiyanın bir təbiət hadisəsi deyil, necə planlı bir cibgirliyi olduğunu mühakimə edirik. Çoxumuz elə bilirik ki, dövlət pulu ehtiyac olduğu üçün çap edir. Amma reallıq daha qaranlıqdır. Müasir dünyada pul borc olaraq yaradılır. Bank sizə kredit verəndə o pulu haradansa götürüb vermir. O pulu klaviaturada bir neçə rəqəm yazaraq yoxdan var edir. Və ən böyük paradoks buradadır. Dövlətlər və insanlar borclandıqca dövriyyədə pul artır. Pul artdıqca isə əlinizdəki hər bir manatın alıcılıq qabiliyyəti ölür. Biz daha çox işləyirik, amma sistem pulu daha sürətli çap edir. 1910-cu il ABŞ-ın Jekyll adasında dünyanın ən zəngin bankirləri gizli bir görüş keçirdilər. Məqsəd, dünyanın maliyyə sistemini tək əldə toplamaq. Bugün işlətdiyimiz mərkəzi bank sisteminin təməlləri orada atıldı. Bu sistem elə qurulub ki, inflyasiya qaçılmazdır. Çünki pulun özü faizlə yaradılırsa, dünyadakı bütün borcları qaytarmaq üçün heç vaxt kifayət qədər pul olmayacaq. Biz əslində heç vaxt bitməyən bir marafonun içindəyik. Bakıda mağazaya girəndə qiymətlərin niyə hər ay dəyişdiyini soruşuruq. Günahkar mağaza sahibi deyil, günahkar sənin əməyini kağız parçası ilə dəyişən sistemdir. Sən maaşını artırmaq üçün vuruşanda, sistem sənin qazandığın pulun dəyərini havadan udur. İnsanlar zəhmət çəkir, sistem isə həmin zəhməti inflyasiya ilə buxarlandırır. Bu, qədim quldarlıq quruluşunun müasir qalstuklu versiyasıdır. Paradoks buradadır. Pulu bankda saxlamaq, onu yavaş-yavaş yandırmaqdır. Sistem sizin nağd pulda qalmağınızı istəyir ki, onu rahatlıqla dəyərsizləşdirsin. Çıxış yolu aktivlərə sahib olmaqdır. Pulu yox, dəyəri yığın. Siz necə düşünürsünüz? Cibinizdəki pul sizin dostunuzdur, yoxsa sizi hər gün biraz daha kasıblaşdıran düşməniniz? Seçiminiz gələcəyinizi mühakimə edəcək. Paradoks kanalına abunə olun. Həqiqəti birlikdə dərk edək.